Yaxşı, Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammed ve ala alihi ve sahbihi ecmain. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qawli. Amma ba'd. Ümumi inşallah əziz qardaşlar, dərsin gedişatı haqqında sizə məlumat vereyim. Yəni necə olacaq o barədə. Çalışacağım inşallah, yəni ümumi dərsdə yəni birinci başlayacağımız mövzu olacaq əqidə mövzusu, etiqad, tövhid. Və çalışacağım ən çox burada məsələnin başa düşülməsinə üstünlük verməyə. Hansı ki, yəni çox dəlil zikr etməkdən çox məsələnin başa düşülməsinə ən çox yönələcəyik. Çünki bəzən görürsən ki, insan çox dəlil bilsə də məsələni başa düşə bilmir. Ona görə əsas məsələ nədir? Başa düşməkdir. Necə ki, İmam Şafii Rahiməhullahın bir dənə sözü var, deyir ki, bir dəlillə 40 alimi üstələdim, 40 dəlillə bir cahilə bacarmadım. Ona görə də əsas məsələ bir dəlil versən belə insanın onu başa düşməsidir, fəhmidir. Biz də inşallah əsas üstünlük verəcəyimiz şey məsələnin başa düşülməsinə bağlı olacaq. Və inşallah elə də yəni çox dərinliyə getməyəcəyik. Sadəcə ilkin mərhələdə yüngülvari tövhid nədir, şirk nədir, İslam nədir, iman nədir, imanın əsas rükunları nədir, onlar barəsində olacaq. Və xahişim odur ki, inşallah ki, kimlər ki, dərsdə sual-cavabda iştirak edəcəklər, yaxşı öyrənsinlər, əzbərləsinlər. Hansı ki, əqidə mühümdür, qardaşlar. Əqidə məsələsi çox mühüm məsələdir və Allah Taala'nın qullarına verdiyi nemətlərin ən böyüyündəndir əqidə məsələsi. Yəni, əqidə deyəndə burada bizim başa düşdüyümüz şey nədir? Tövhiddir. İman, tövhid. Və bilmək lazımdır ki, ümumən insan cənnətə iki şeylə girir, qardaşlar. İnsan cənnətə iki şeylə girir. Birincisi etiqadla, ikincisi isə əməl eləməklə. Birincisi etiqadla, ikincisi də əməl etməklə. Yəni insan nə qədər fikir verin, məsələn fiqhdə alim olsa belə, digər məsələlərdə, dinin digər məsələlərində alim olsa belə, əgər insan etiqadı xarabdırsa, əgər insan etiqadında xələl varsa, o insanın cənnətə girməsi müşkül məsələdir, yəni çətin məsələdir. Çünki Allah Subhanahu taala əgər biz etiqadı bilməsək, tövhidi bilməsək, onun əhli ola bilmərik. Və biz də iman eləmişik ki, Allah Taala Quran-Kərimdə bizə nə deyir? Allah Taala tövhid üzərinə olan əməli qəbul edəcək. Tövhid üzərinə olan əməli bizdən qəbul edəcək. Və qiyamət günü də Allahın baxdığı əsas şey tövhiddir. Tərəzidə əsas yəni üstün gələn şey tövhiddir. Əgər insanın tövhidi olmasa, la ilahə illallah olmasa, bu dini başa düşə bilməz. Nə qədər əməl etsə də, baxın kafirlər məsəl üçün Allah Taala Quran-Kərimdə və Rasulun sünnətində onların necə yəni əməl etdiklərini biz bilirik. Amma Allah Subhanahu taala qiyamət günü onların əqidəsi olmadığına görə, əqidədən qəsdimiz tövhidi olmadığına görə Allah Taala onların əməllərini nə edəcək? Sovrulmuş deyir bir toz parçası kimi havaya sovuracaq Allah Taala. Allah qorusun. Ona görə də əqidəni bilmək mühümdür, qardaşlar. Tövhidi bilmək mühümdür. Tövhidsiz qurtuluş yoxdur. Və Allah Subhanahu taala Quran-Kərimdə əmr edir. Aleykümselam və rahmetullah və bərəkətuh. Xoş gəlmisiniz, qardaş. İnşallah mikrofonları bağlayaq ki, oradan şey olmasın. Güzel bir şey diyeyim. Aha. Arada kırılır. Bu görürsen sizden de yoksa bizden de o. Ben şeyleri işte bilmiyorum. Qarın qardaş, yəqin ki, sizdən də bizə yaxşı işlər. Məndə də yaxşı işlər. Ola bilsin sizdə internetdən, qardaş. Məndə kəsilmələr oldu, ona görə. Oldu. Tamam. Allah Teala buyurur ki, Quran-Kərimdə Fa'lem ennehu la ilahe illallah və estəğfir li zənbik. Fikir verin ayəyə. Bil ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və günahların üçün bağışlanma dilə. Və fikir verin, Allah Teala əmr eləyəndə birinci sənə bilməyi əmr eləyir. Bil, nəyi bil? Tövhidi bil, sonra əməl elə. Tövhidsiz əməl batildir, qardaşlar. Ona görə hər birimizin üzərinə, istər uşaq olsun, istər böyük olsun, istər cavan olsun, istər qoca, fərqi yoxdur. Qadın olsun, kişi olsun, fərqi yoxdur. La ilahə illallahı bilmək və ona əməl eləmək vacibdir. Ona görə də insan, məsəl üçün, baxırsan ki, bəzən öz qardaşlarımızın içərisində də, subhanallah, yaşayır, məsəl üçün, 10 ildə, 15 ildə namaz qılır, soruşsan, qardaş, tövhid nədir? Sadəcə bilir ki, Allahdan qeyrisinə dua eləmək olmaz. Amma inanın ki, inşallah indi dərs gedişatında özünüz görəcəksiniz. Tövhidin o qədər qismləri, şirkin o qədər qismləri var ki, bəlkə də yəni insanın tövhidi bilməməsi, onun şirkə düşməsinə, yəni ehtimal yoxdur ki, insan şirki bilməsin və yaxud da tövhidi bilməsin, o şirkə düşməsin. Ona görə də şirkdən qorunmaq üçün ən böyük günahdır hansı ki, insan əqidəni və tövhidi bilməsi mühümdir.
Və alimlər bu barədə çoxlu kitablar yazıblar qardaşlar. Necə ki bilirsiniz tövhid haqqında saysız kitablar var və inşallah bunlardan bəzilərini yavaş-yavaş götürəcəyik. Ta ki müəyyən bir mərhələyə çatandan sonra yavaş-yavaş böyük kitablara da girərik Allah Taala'nın izni ilə. Başlayaq. Deməli, birinci növbədə sizdən soruşmaq istəyirəm və dərs metodu belə olacaq ki, Allahın izni ilə yoruculuq olmasın deyə sual-cavabla ki, sizdən soruşacağım bəzi şeyləri və bunun nəticəsində bəzi şeyləri öyrənərik. Məsələn, birinci bax sual, qardaşlar. İslam nədir, kim deyər? Bax, indi deyirsiniz ki, biz müsəlmanıq, düzdürmü? Soruşurlar səndən, məsəl üçün, qeyri-müsəlman gəlir soruşur, deyir ki, qardaş, müsəlmansınız? Deyirsən ki, bəli. Səndən soruşur ki, İslam nədir? Necə cavab verərsiniz, qardaşlar? Kim deyər? Kimdə nə var? Bildiyimiz qayda nədir? Doğru dildən deyil. Aha, buyurun. Təslim olmaq deməkdir, təslimçilik. Ha, təslim olmaq. Bir də yaxşı, nəyə təslim olaq? Allaha, onun əmrlərinə, qadağalarından çəkinmək. İslam sonuncu seçilmiş dindir. Aha. Hər kəs bu dini qəbul etməlidir. Bu dinə girməyəndə kafirdir. Yəni, ən yenilənmiş din. Dinlərin sonuncu versiyası. Yaxşı. Allah razı olsun. Başqa kimdə nəsə var? Məsələn, Bildiyimiz qaydadır, əgər o aha, buyur Pərvin qardaş. İslam təslim olmaq, itaətlə boyun əymək, şirk və onun əhlindən uzaq olmaqdır. Əgər o qayda dinsiz nəzərə tutarsansa. Ha, əhsən. Keçdiniz. Əhsən, əhsən. Burada İslamın mərtəbələri var, onları ayırmaq lazım idi. İslamdır, imandır, bir də ihsan idi, böldüyümüz. Orada açıqlamalar var bunlar. Deməli qardaşlar, bax deyirəm, inşallah bu səs yazılı zaps olunur. Bunu qayda kimi yazarsınız. Ərəbcəni bilmək mühümdürmü? Əgər gücünüz çatırsa öyrənin, əzbərləyin. Amma gücünüz çatmırsa Azərbaycan tərcüməsini əzbərləsəniz kifayət eləyər. İslam, istislam sözündən götürülür. İstislam yəni təslim olmaqdır. Bu lüğəti mənasıdır. Şəri mənası isə əziz qardaşlar. Əl-istislamu bit-təvhid, tövhidlə təslim olmaq. Vəl-inqiyadu lehu bit-ta'a, itaətlə boyun əymək. Vəl-bəra'atu minəş-şirki və əhli, və şirk və onun əhlindən uzaq olmaq. Və bəzi alimlər İslamın bu tərifinə ziyad eliflər. Şirk və əhlindən və bidət və onun əhlindən uzaq olmaq. Bəzi alimlər bu ziyadanı eliflər. Eyb etməz, qəbuldur yəni. İndi inşallah gələcək dərslərdə də bu tövhid nədir, itaətlə boyun əymək nədir, şirk nədir, onun əhli nədir, necə uzaq olunur, bunları geniş şəkildə Allah Taala'nın izni ilə götürəcəyik. Ya bunları bilmək o qədər mühüm məsələdir ki, qardaşlar. Baxın, günü-gündən bidət əhli, günü-gündən şirk əhli, zəlalət əhli o qədər çoxalır ki, subhanallah, özünüz də şahid olursunuz necə ki. Yəni, ona görə insan gələk sabit qalması üçün dində, imanında sabit qalması üçün zəruridir, vallahi, hava su kimi yəni. İnsan sabit qalmaq üçün zəruridir. Baxın, İbn Hüseyn rahimehullah, çoxlarınızın tanıdığı, Allah ona rəhmət etsin, alimlərdən biridir. Sual verirlər ki, deyir ki, ey şeyx, bizə nəsihət edin, elmlər çoxalıbdır. Hansı elmi öyrənmək bugünkü gündə bizim üzərimizə zərurətdir? Şeyx İbn Hüseyn rahimehullah gözəl bir söz deyir və deyir ki, əziz qardaşlarım, özünüz də bilirsiniz ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, hər gün gələn fitnə əvvəlkindən daha böyük olacaq. Hər gün gələn fitnə əvvəlkindən daha böyük olacaq. Və bu qiyamətə qədər davam edəcək. Və fikir versəz qardaşlar, yəni necə ki sizdən bu gizli deyil, hər gün gələn fitnə əvvəlkindən dəhşət olur. Hər gün gələn fitnə. Və fikir versəz, bu fitnələrin heç biri nə fikir məsələlərdə, nə sira məsələlərində, yəni dinin furu olan məsələlərində gəlmir. Kim gəlib deyir ki, məsəl üçün, bugün bidət əhlindən gəlib deyən varmı ki, dəstəmazda sən belə yox, belə ixtilaf düşüb aramızda, yəni bu, yox, elə bir şey yoxdur yəni. Bizim o birisi firqələrlə, bidət əhlinlə fikri məsələdə heç bir dartışacaq məsələmiz yoxdur. Amma onların gəldikləri şübhələr, özünüz də fikir verirsiniz, ad və sifət tövhidində, Allahdan qeyrisindən çağırmaq olar məsələsində, yəqin görmüşsünüz də bunlar, düzdürmü? Hər bir gələn bidət əhli vallahi bunun üzərinə gəlir. Və İbn Hüseyn rahimehullah onu tövsiyə edir ki, İyyəkum və iyyəkum. İyyəkum ərəbcədə tənbih eləməkdir. Yəni siz olun deməkdir. Siz olun, əqidə öyrənin qardaşlar. Və belə nəsihət eləyir Şeyx İbn Hüseyn. Çünki hər gələn fitnə əqidə ilə gəlir. Əgər sən dinini bilməsən, hər hansı bir bidət əhli gəlib sənə deyəcək ki, sən Allahdan qeyrisini niyə çağırmırsan ki? Məsələn, sən bir iki dənə də ayədirsə, sən əgər əqidəni bilməsən, ilişib qalacaqsan. Allah qorusun, qiyamət gündə şirklə qalxa bilərsən Allahın huzuruna. Ona görə də əqidəni bilmək mühümdür. Əqidəni bilmək mühümdür. Baxın, Peyğəmbərlər sallallahu aleyhi və səlləm onları Allah Taala göndərərkən, Allah Taala hər bir qövmə göndərərkən nə ilə göndərdi? Kim deyər, nə dedi?
Hər peyğəmbər öz qövmünə gedəndə nə dedi? Allah'ın sayesinde tövhid ne? Ayşə. Allah'ın tekliğini. Allah Teala buyurur ki: "Və laqad ba'athna fi kulli ummetin rasulan en ya'budullaha və ijtanibu't tağut." Mən hər bir ümmətə peyğəmbər göndərdim ki, Allah Teala deyir, yalnız Allaha ibadət edəsiz deyə və Allahdan qeyri ibadət olunan şeylərdən çəkinəsiz. Və hər bir peyğəmbər Quranın başqa ayəsində deyir ki, hər bir peyğəmbər getdi öz qövmünə nə dedi? Ya qavmi ibudullaha ma lakum min ilahin gayruh. Ey qövmüm, Allaha ibadət edin, sizin ondan başqa ilahınız yoxdur. Haqq məbudunuz, ibadət olunacaq məbudunuz yoxdur. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm 13 il Məkkənin küçələrində gəzəndə insanları namaz qılmağa mı dəvət elədi? İnsanları zikr eləməyə mi dəvət elədi? Nəyə dəvət elirdi? Tövhidə dəvət elirdi. İnsanlar Allahdan qeyrisinə ibadət. Çünki qiyamət günü əgər tövhid yoxdursa heç bir əməl fayda verməyəcək yəni. Sən nə qədər Allaha ibadət eləsən də, Allaha şirk üzərində qalxsan, bütün əməllərin batildir. Hansı ki Allah Teala buyurur ki: "Və men yüşrik billahi fəqad harramallahu aleyhil cennə." Kim Allaha şərik qoşsa, Allah Teala cənnəti ona haram eləyər. İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah Teala özünə şərik qoşulmasını bağışlamaz və bundan başqa istədiyi günahı istədiyi kimsəyə bağışlayar. Yəni şirk o qədər əzəmətli bir şeydir ki, Allah Teala bunu keçmir. Çünki bu birbaşa Allahın haqqına girməkdir. Aydındır. Gələcək dərslərdə inşallah gələcək ki, şirkin tərifi və necə uzaq dururlar. Bəli əziz qardaşlar. İnşallah götürəcəyimiz kitab maraqlı kitabdır və yüngül kitabdır. İnşallah ki, heç birinizə çətinlik olmayacaq bu kitabın tədrisində. Kitabın müəllifi isə əziz qardaşlar Muhammed ibn Cəmil Zeynu rahimehullahdır. Hicrəti 1431-ci ildə vəfat edibdir. Təxmini hardasa miladi təqvimi deməli indi 1445-dir. 14 il bundan qabaq vəfat edib. Və fikir verin, bu alimin hidayət olmasını deyəcəm sizə. Subhanallah. Və bu alim 1431-ci ildə vəfat eləmiş Muhammed ibn Cəmil Zeynu rahimehullah Ghulat sufilərdən olub qardaşlar. Ghulat sufi nə deməkdir? Yəni ən pisindən olub. Sufilərin ən pisindən olub. Yəni sufilər də məlum məsələdir bilirsiniz də, şirk, xurafat, hər şey. Allah qorusun. Və bir gün deyir, şeyximizlə deyir, İmam Nəvavinin hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləmin İbn Abbasa öyrətdiyi duanın şərhini oxuyurduq deyir. Diqqətlə qulaq asın. Peyğəmbər sallallahu aleyhi və səlləm İbn Abbasa hansı duanı öyrədib? Dua deyəndə nəsihət edib. Deyir ki: "İdə səəltə fəsəlillah və idə istə'antə fəstə'in billah." İstədiyin zaman Allahdan istə. Sığındığın zaman Allaha sığın. Və bunu oxuyandan sonra İmam Nəvavinin məsələyə verdiyi şərhə qulaq asır. Yəni oxuyur. Şeyx Muhammed ibn Cəmil Zeynu rahimehullah. Və orada İmam Nəvavi rahimehullahın hədisin şərhinə baxanda görür ki, mən insanın Allahdan qeyrisindən istəməsi caiz olmadığını oxuyur. Və sonra şeyxinə deyir ki, subhanallah, baxın, deyir şeyx deyir, bizim deyir, bəs İmam Nəvavi bu cür deyir, Allah Rasulü sallallahu aleyhi ve sellem hədisində bu cürdür. Yəni biz onda bizim dəlilimiz nədir ki, Allahdan qeyrisindən çağırırıq, dua edirik. Bu icazəlidirmi? Və şeyxi deyir ki, bəli, əlbəttə icazəlidir. Və deyir ki, dəlil nədir buna, deyir şeyx. Qayıdır deyir ki, mən deyir bir gün, mənim bir bibim var idi, deyir. O mənə dedi ki, Şeyx Said adında bir dənə alim var. Əgər sən deyir, ondan çağırıb öz həcətini istəsən, ölübdür da Şeyx Said. Həcətini istəsən, o sənə cavab verəcək, deyir. Deyir, mən buna təəccüb elədim, deyir. Subhanallah. Dedim ki, Şeyx, sənlə deyir, neçə kitablar oxumuşuq. Özün neçə yaşına çatmışsan, artıq qocalmışsan və sənin gətirdiyin dəlil bu məsələdə bibindirmi? Subhanallah. Qayıdır bizə nə deyir, qardaşlar? Subhanallah deyir, səndə vahabilik var. Fikir verin, Allah-u Akbar. Yəni, Allah Teala insanın qəlbini necə asıb. Muhammed ibn Cəmil Zeynu inşallah gələcək dərslərimizdə keçəcək. Onun və bundan sonra hidayət olur, tərk eləyir sufiliyi. Və Allah həmd olsun ki, Allah subhanahu ta'ala onu tövhidə hidayət eləyir. Və bundan sonra da neçə tövhid kitablarının müəllifi olur. Və əlimizdəki bu əsər də yazdığı qısa bir muxtasar kitabdır. Aqidatul İslamiyyə adlanır. Minəl kitab və sünnəti sahihə. Allahın kitabı və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsindən. Və bismillah. Deməli, şeyx başlayır müqəddimə ilə. Buyurur ki, İnnəl həmdəlillahi nəhməduhu və nəstə'inuhu və nəstəğfiruhu və nə'udhu billahi min şururi anfusina və min seyyiati a'malina men yehdihillahu fela mudilla lahu və men yudlil fela hadiya lahu. Və əşhədu an la ilaha illallah vahdehu la şərikə lahu və əşhədu enne Muhammeden abduhu və rasuluhu. Əmmə ba'd.
İndi sizə qəşəng bir sualım var qardaşlar. Fikir verin. Ərəb dil qrammatikasından yəqin ki, içinizdə müəyyən bir şey oxuyan olub. Ümumiyyətlə heç olmasa belə, burada niyə görə? Yəqin xutbələrdə də elm tələbələrinin dərslərində eşitmisiniz. Özünüz kitab oxuyanı görmüsünüz ki, müqaddimə eləyənlər, dərsə giriş eləyənlər deyirlər ki, biz Allaha həmd edirik, biz Allahdan bağışlanma diləyirik, biz Allaha sığınırıq şeytandan, nəfslərimizi şərrindən. Və sonra deyir ki, danışan adam, xutbədə də bu cürdür, cümə xutbələrində. Deyir ki, mən şahidlik edirəm ki, Allahdan başqa haqma. Axı biz. Sonra niyə dedim mən? Kim deyə bilər bunu? Bismillah. Kimdə nə var bu barədə? Pərvin qardaş. Nəsə var? Torbada. Öyle demedim. O bir şey danışmalı olmaz. Məncə ki, bəziləri bidət əhlidir. Yəni, Aha, bəli. sən nə görə deyirsən bunu? Çünki mən deyirəm də, la ilahe illallah mən deyirəm. Amma bəziləri ola bilər ki, Allaha inanmayanlar olar, bidət əhli olar, şirk əhli olar. Əhsən. Kim idi o? Cümşüd qardaşdır. Bəli. Allah sizə bərəkət versin. Bəli, bu cür. Allah razı olsun. Baxın, həmən bu giriş var qardaşlar. Peyğəmbər sallallahu aleyhi və səlləm necə ki xutbədə danışırdı, o cürdür. Yadınızda saxlayın. Allah Nəbisi sallallahu aleyhi və səlləm də bu cür eləyirdi. Orada niyə görə demir ki, biz şəhadət edirik ki, çünki qardaşın da dediyi kimi, biraz cavabı da toparlayaq. Çünki, məsələn, indi məsələ sizdən uzaq. Allah həmd olsun, siz qardaşlarım iman əhlisiniz. Məsələn, kimsə xutbə verəndə, mən hardan bilim ki, məsələn, arxada oturan və yaxud da qabaqda oturan və yaxud da hansısa müsəlmandır. Bəlkə başqa dinin nümayəndəsidir, gəlib oturur orada. Mən onun imanına şəhadət verə bilərəm, verə bilmərəm. Ona görə də bunun hikməti odur ki, öz imanına şəhadət etməkdir. Aydındır. Bu faydanı inşallah yadınıza saxlayın, gəlin də soruşacağam. Ki, niyə görə belə oldu? Bəli. Və Şeyx Rahimullah həmən girişdən sonra buyurur ki, fəhədihi əs'ilatun həmmətun fil aqidə. Ucibu aleyhə mə'a zikri dəlil minəl Qur'an və hədisi sahih. Şeyx buyurur ki, həmən bu sual-cavab, hansı ki o dərsin elə tərtibatı odur ki, kitabın tərtibatı odur ki, sual-cavablandır. Bu deyir, cavablar da necə tərtib olunub, verilən suallara cavablar da, indi özünüz görəcəksiniz inşallah. Verilən cavablar da dəlildir, dəlillə verilir, Quran və sünnədə. Niyə görə verilən cavablar bu cür tərtib olunub? Ona görə ki, deyir, oxuyan insanın qəlbində bir rahatlıq olsun deyə. Bəzən görsən, yəqin ki, çoxunuz görmüsünüz. Çoxunuz bəzən sual verirsiniz kiməsə, məsələn, sizə dəlil deməyəndə, sadəcə olar olmaz deyəndə, qəlbinizdə bir narahatçılıq olur, olmur. Yəni fikirləşirsən ki, dəlil desəydi daha yaxşı olardı, eləmi? Yəni Şeyx Rahimullah da ona görə gətirib ki, məsələni, deyir ki, dəlillə zikirləmiş, ona görə ki, bəzən görsən, həqiqətən məxluqda elədir. Dəlil ortaya qoymayanda, yəni insan qəlbi rahatlıq tapmır. Aydındır, qəlb rahatlıq tapsın deyənə dəlillə zikirləyib Şeyx Rahimullah. Və Allah Taala'dan axırda gətirir ki, Şeyx Rahimullah Allah Taala'dan faydalanmağı və müsəlmanlar üçün faydalanmağı olmağı diləyir, dua eləyir və bu məsələsində, bu kitabın yazılmasında da Allahdan əcrini umur. Bəli. Deməli, başlayır ki, Şeyx Rahimullah Ərkanül İslamdan başlayır və biz dedik ki, İslam nədir? İslam tövhidlə təslim olmaqdır, itaətlə boyun əyməkdir və şirk və onun əhlindən və ziyadə edə bilərsiniz, əlavə edə bilərsiniz ki, bidət və onun əhlindən uzaq olmaqdır. Və sonra Şeyx birinci suala başlayır. Buyurur ki, Cibril yəsəlu ya Muhammed, əxbirni anil İslam. Şübhəsiz ki, İslam haqqında məlumat verəndə birinci ağla gələn nədir? Allah Nəbisi sallallahu aleyhi və səlləmin möhtəşəm hədisidir, hansı ki, Cəbrail hədisi deyirlər buna. Kiminsə bu hədis barədə məlumatı varmı, qardaşlar? Yəni, Cəbrail hədisi eşitmişsiniz? O iman, ihsan, həmən hədisdə Ömərdən soruşur, axıdakı bu kim idi? Gəlib dizinə oturub, başlayıb sualları həm sual verir, həm də təsdiqləyir. Bəli. Bunlar da baxarkən, həm özü sual verir, həm də təsdiqləyir. Və axırda da qiyamət barəsində soruşur səhvlənəmsə. Orada da ki, soruşulan soruşanın yəni bilmirdi orada. Yəni bilmirdi qiyamətin əlamətlərini. Bəli. İnanırsınız, qardaşlar, bu həmən Cəbrail hədisi. Bunun içindəki faydaları sayası olsa, alimlər bunun haqqında kitablar yazıblar. Sırf Cəbrail hədisinə aid olan. Cəbrail bilirsiniz, Allah Taala'nın ən böyük mələklərindən biridir. Və demək olar ki, ən böyük mələyidir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onu 2 dəfə öz surətində görür. Yəni, yaradılmış surətində. Deməli, deyir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm onu vəsf eləyəndə deyir ki, Cəbraili
qanadında 600 qanadı var idi deyir. 600 qanadı var idi. Və qanadını açdıqda üfüqü tuturdu. Üfüq nədir? Yəni havanı tuturdu, günəşin qarşısını alırdı. Yəni təsəvvür edin, Allah Taala'nın o cür əzəmətli bir mələyi var. Və Cəbrail əleyhissalamın vəzifəsi isə rasullara vəhiy gətirmək idi. Yəni vəhyi daşıyan mələkdir. Və elə bir mələkdir ki, Allah Taala onun barədə ayə nazil edib. Və Allah Taala Cəbrailə iman eləməyi bizim üçün vacib eləyib. Və Cəbrailə düşmən olanları Allah Taala Qurani-Kərimdə kafir adlandırır. Kim Cəbrail əleyhissalamı inkar eləyərsə, onun dindən payı yoxdur. Və məsələ bu cürdür ki, qardaşlar, Cəbrail əleyhissalam bir gün gəlir. İnşallah harda bitəcəksə, orada saxlayacağıq dərsi. Qalanını gələn dərs inşallah davam edəcək. Sadəcə çalışın ki, burada müəyyən nöqtələr var. Onları deyəcəm ki, onları yadda saxlayın. Gələn dərsdən yazmağa başlayacağıq. Qaydaları bir-bir yazacağıq və sonra sual cavab edəcəm o qaydalar barəsində. Bu günlük götürəcəyimiz qayda İslamın tərifidir. Yaxşı, İslamın tərifini inşallah hamıdan soruşacağım gələn dərs. Cəbrail əleyhissalam bir gün Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir. Və sahabələr deyirlər ki, hədisi nəql edən sahabə Ömər radiyallahu anhudur. Deyir, bir gün biz oturmuşduq, deyir. Yanımıza bir nəfər gəldi, deyir. Və deyir, Ömər radiyallahu anhu vəsf eləyəndə deyir ki, saçı deyir qapqaraydı. Saçı qapqaraydı. Paltarı da ağappaq idi. Və üstündə də heç bir səfər əlaməti yox idi, deyir. Və bizdən də heç birimiz deyir, onu tanımırdıq, deyir. Sonra gəldi, deyir, Allah Resulü sallallahu aleyhi və səlləmin yanında oturdu. Sallallahu aleyhi və səlləm. Qarşısında oturdu. Və deyir, dizlərini onun dizlərinə söykədi. Yəni dayamaq, bu cür. Və sonra öz əllərini öz dizdən yuxarı hissəsinin üzərinə qoydu. Və sonra sual verdi ki, Ya Muhammed, əxbirni anil İslam. Mənə İslam haqqında məlumat ver. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm ona cavab verdi ki, Əl-İslam ən təşhədu ən la ilahə illallah və ənə Muhammedur Rasulullah və tuqimus salata və tu'tiyəz zəkətə və təsumu Ramazan və təhuccəl beytə in istəta'tə ileyhi səbilə. Allah Resulü sallallahu aleyhi və səlləm cavab verir ki, həmən adama və inşallah, qardaşlar, o həmən adam bir dəqiqə, yəni buradan ortaya çıxan məsələ odur ki, bəzi mələklər insan surətində gələ bilir. Və Cəbrail əleyhissalam da bir sahabə var idi. Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrindən idi və ən gözəllərindən idi. Hamısı ən gözəldir, sadəcə surətcə deyirəm. Allah hamısından razı olsun. Dihyə əl-Kəlbi. Gələn dərs soruşacağım. Dihyə əl-Kəlbi radiyallahu anhu. Cəbrail əleyhissalam onun surətində gəlmişdi. Təkrar edirəm. Dihyə əl-Kəlbi. Gələn dərs soruşacağım. Onun surətində gəlmişdi. Dihyə. Dihyə əl-Kəlbi radiyallahu anhu. Onun surətində gəlmişdi. Və deməli soruşur ki, Allah Resulü sallallahu aleyhi və səlləmdən ki, mənə İslam haqqında məlumat ver. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, İslam şəhadət verməkdir. Allahdan başqa la ilahə illallah şəhadət verməkdir. İndi yenə bir sual ortaya çıxır. İstəyirəm cavab verəsiniz. Kim deyər la ilahə illallah nə deməkdir? Tərcümə. Allah'tan başkasına ibadet. Allah'tan başka ibadete layık məxluq yoxdur. Haqq məbud yoxdur. Kim dedi haqq sözünü? Mənəm binafaq. Əhsən. Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Və buradan haqq sözü hardan çıxdı? İnşallah onun cavabı gələcək. Ki, əslində orada haqq sözü hardan çıxdı? Çünki yazılışın özündə haqq sözü yoxdur. Yazılışın özündə haqq sözü yoxdur. Yəni Allahdan başqa kim desə ki, məsəl üçün bu günlərim geniş yayılan xətalardan biridir. Hətta namaz qılanların qardaşlarının içərisində. Soruşurdu ki, la ilahə illallah nə deməkdir? Deyir, Allahdan başqa ilah yoxdur. Kim deyər, Allahdan başqa ilah yoxdur deyəndə, bax, məsəl üçün burada var İbrahim qardaş, Cümhüş qardaş, Vüsal qardaş, yəni bütün qardaşlar. Xəta hardadır burada? Kim desə ki, mən məsələn deyirəm ki, qardaş, Allahdan başqa ilah yoxdur. Mənim xətam hardadır burada? Kim deyər? Mənim o digər ilahlar batil adlı məsələn, yəni haqq ilah bildi, digərləri batildir. Məsəl üçün bütpərəstlər üstə İslam deyir ki, batildir. Və ya da başqa deyək ki, inanclarda, dinlərdə. Yəni Allah Subhanahu taala haqqdır, o da yəni dəlil Loğman surəsində keçir. Yəni haqq ilah olduğu, yəni tək haqq ilah olur, ibadətə məbud, layiq olan məbud olur.
yəni digərləri batildir. Hə. Yəni qardaş İbrahim qardaşıdır da, deməli eləmi? Bəli. Yəni demək istəyirsən ki, biz desək ki, Allahdan başqa ilah yoxdur. Səhv eləmiş oluruq. Ona görə ki, Allahdan başqa demək istəyirsən ki, yəni ilah var. Laftanlar var da. Digər inanclar batildir. Məsəl üçün Krişnaistlər olsun və yaxud da ki, başqa inanclar olsun da. Yəni Allah Subhanahu təşkil etdiyi bütpərəstlər, yəni başqa dinə inanclar da var, batil laf eləyir. Yəni var da, eləmi? Allahdan başqa ilah var, eləmi? Onu demək istəyirsən? İlah yoxdur, sadəcə ilahlaşdırılan var. Kim idi o? Allah sorubları var. Mən Süleymandır. Aha, yaxşı. İndi sual verirəm qardaşlar. İbadətə layiq haqq çatan, yəni Allah, yəni qalanları dildə var. Bəli, əhsən. Allahdan başqa ilah var yoxsa yox? Konkret cavab. Yoxdur. Konkret cavab var. İxtilafa düşdünüz. Allah sizə bərəkət versin. Arkadaşlar, Allahdan başqa ilah var. Allah Teala deyir ki: "Ərəeytə men ittəxəzə ilahəhu həvəhu." Allah Teala deyir ki, öz nəfsini ilah edəni görmədinmi deyir. Allahdan başqa deyir ki, sual verəndə ilah varmı? Deyir ki, var. Ancaq qeydlə ibadəti haqq eləyən yoxdur. Aydındır? Və əsas cavab budur. Allahdan başqa ilah var, ibadəti haqq eləyən ilah yoxdur. Tamam? İslamın birinci məsələsi oldu ki, şəhadətü əllə iləh illallah. Allahdan başqa ibadətə layiq haqq məbudun olmaması. Bir kimsə desə ki, məsələn, bunu desə, biz bilirik ki, şəhadətin iki tərəfi var. La iləh illallah, Muhammedun Rasulullah. La iləhə illallah deyib kifayətlənsə, müsəlman sayılır yoxsa yox? Evet. İbadətlərindən də Allaha, mələklərə, peyğəmbərlərə, onlardan birini təsdiq etməyən Allaha inanmamısan. Əhsən. Cavab verəndə qorxmayın, narahat olmayın. Yəni cavab verin. İnşallah xəta olsa da düzəldəcək, narahat olmayın. Qardaş dedi ki, kim desə ki, la iləhə illallah, Muhammedun Rasulullah deməsə, o iman əhli sayılmır. Bəli, doğrudur. Çünki bizdən tələb olunan şəhadət la iləhə illallah və Muhammedun Rasulullah. Muhammedun Rasulullah deməyən adamın imanı yoxdur, qardaşlar. Çünki Allah Teala bizə həm özünə, həm də Rasuluna itaati öyrədib. Ati'ullah və ati'ur Rasul. Görürsünüz, ayədə həmişə eyni gəlir. Çox eşitmişsiniz. Və alimlər çağırırlar ki, kimin la iləhə illallah varsa, Muhammedun Rasulullah iqrar eləmirsə, onun imanı yoxdur. Hətta fikir verin, baxın. Bizdən qabaqki ümmətlər var, onlar tövhid üzərə olsa belə, məsələn, biri desə ki, mən xristiyanam, İsa aleyhissalamın mənə necə din öyrədibsə onun üzərindəyəm. Amma deyir ki, Muhammed Rasulullah qəbul eləmirəm. Rasul olaraq qəbul eləmirəm. Bunun hökmü odur ki, elə küfürdən çıxmayıb, qardaş. Çünki Allah Teala onun üzərinə vacib eləyib ki, Muhammedun